Gözəl və dəyərli insanlar, hər birinizi isti bir Bakı günündən salamlayıram. Mən Kultist. Bu kanalda paylaşacağım fikirlərin əksəriyyəti kriptoya aid olacaqdır. Sadəcə kripto mənə görə həyatın əsas məğzlərindən, əsas ideyalarından, əsas, necə deyim sizə, maraqlı sahələrindən biridir. Zaman-zaman ola bilər ki, öz həyat hekayələrimi, bu yoldakı düşdüyüm vəziyyətləri, bu yolda qazandığım uğurları sizlərlə bölüşə bilərəm. Və eyni zamanda da sizlərdən fikirlərinizi, düşüncələrinizi, hətta tənqidlərinizi belə eşitmək istərəm. Mən hardasa 2 il, 2 ildən biraz artıq müddət, amma ümumi olaraq yuvarlaq olaraq 2 il deyək ki, mən kripto sahəsi ilə məşğulam. Və heç bir zaman ağlıma belə gəlməyib ki, belə bir kanal açım və öz fikirlərimi bildirim. Necə bir qərara gəldim, onu da qısa olaraq sizə deyim. Azərbaycan bazarında əsasən bir çox insanlar var ki, sadəcə bir kompüterin ekranını açırlar və bu kompüterin ekranında hansısa bir X coin-ə girir. X coin 10% yüksələcək, nə bilim 55% düşəcək. Mişkanı 2 dəfə aşağı yuxarı edirlər və 15 dəqiqə, 20 dəqiqəlik videonu YouTube-a yükləyirlər. Bu bilavasitə yəni YouTube-un datasında olan bir artıq yüklənmədir mənim tərəfdən. Mən bu cür fikirləşirəm. Və həmin insanların heç biri öz simalarını bölüşmür. Öz simalarını bölüşmədiklərinə görə də mən onlara skamer kimi baxıram. Niyə belə fikirləşirəm? Gəlin onu sizə deyim. Həyatımın bir çox sahələrində, hətta indi də əsasən fəlsəfə, psixologiya, insanlarla münasibət, bunlar yetərincə mənə maraqlı olan bir mövzulardır. Və zamanım olduqca həmin dostlarla, hansılar ki, həmin bu işlərlə məşğuldurlar, professional və yaxud həvəskar şəkildə onlarla söhbətləşirəm, onlardan öyrənirəm, onlardan mülahizələr edirəm. Və ümumi olaraq, bəlkə də qatlarsınız fikrimə, insanı biz ilk olaraq siması ilə tanıyırıq. Simasından, onun səsi ilə tanış oluruq və həmin səsi ilə tanış olandan sonra onun adını bilirik. Adını biləndən sonra da artıq onun digər funksiyalarını, digər xoşladığı, xoşlamadıqları və s. və bu kimi şeyləri öyrənirik həmin adam haqqında. Amma bir insanın ki, sən adını biləsən, həmin ad da öz adı olmayaq. Öz adı olmamağını bir qırağa qoyaq. Hər nə adı olur olsun, X adı olsun. Ancaq o adı ora qoyub və heç bir şəkli yoxdur, heç bir siması yoxdur və sadəcə girib 15 dəqiqə, 20 dəqiqə Coin Market Cap-i açıb, hansısa bir video qeydini açıb, hansısa bir token haqqında danışmaq, bu artıq bu işə olan mənfi yanaşmadır. Bu işə olan mənfi yanaşmadan ötədə də, hətta mənə görə, bu sadəcə iş xətrinə iş görməkdir. Ruslar deməli, xaltura eləməkdir. Yəni, bunu çəkməsən ondan daha yaxşıdır. Bunu çəkmə, bir dənə podkast aç, yüklə hansısa bir podkast platformasına. Yəni, səni tapan adam və sənin sözün o qədər dəyərlidirsə, gəlib həmin yerdə də tapacaq onu. Yəni, sən ondan narahat olmayacaqsın. Və buna görə bu qərara gəldim ki, mən sizin 99%-inizlə eyni həyatı yaşayıram. Eyni şəhərdə qalıram, eyni havadını duram, eyni yeməyi yeyirəm və hətta deyək ki, eyni də fikirləşirəm. Və mən belə fikirləşirəm ki, bu kanalı açım və sizlərlə öz fikirlərimi bölüşüm. İndi mən bilmirəm nə qədər gedəcək, necə gedəcək. Bu mənim ilk videomdur elə. Ruslar deməli xalastoy buraxmışam, gedib elə. İndi kəsərik, yoxlayarıq, biraz montaj eləyərik, paylaşarıq. Ancaq yəni bu kanal mənim üçün və mənim fikirlərim üçün həqiqətən çox önəmlidir. Yazdığınız şərhləri, yazdığınız fikirləri, yazdığınız tənqidləri belə hamısını, yəni əmin olun ki, hamısını oxuyacağam. Və hamısını oxuyaraq cavab verəcəm. Hətta kimsə istəyərsə zamanla onlayn şəkildə söhbət də eləyə bilərik, danışa da bilərik. Belə yəni. Belə söhbət axa-axa gedir. Ola bilər ki, bəlkə söhbətin əvvəlini unuda bilərəm, söhbətdən başqa bir söhbətə keçə bilərəm. Demək olar ki, hardasa mən 2 il kripto ilə məşğulam, amma kripto ilə tanışlığım hardasa 2018-2019 dövrünə təsadüf edir. Həmin dövrdə mən başqa bir işlə məşğul idim. Hansı ki, həmin dövrdə mən daha üstün sayırdım. Əllə toxunula biləcək, gözlə real olaraq kontakt ala biləcək, nə bilim bir əlinə alanda bir çəkisinin hiss oluna biləcək bir bizneslərlə məşğul olmağı. Ancaq zaman göstərdi ki, bu sferadan mənə görə daha maraqlıdır. Daha belə deyim, ehtiraslı bir peşədir, həqiqətən. Yəni elə bir sahə olmayıb ki, mən o sahə ilə
2 ilimi tamamlayım, artıq 3 ilimə keçim. Yəni bu kripto belə bir sahədirsə, yəni mənim kimi bir insanı 2 ildir, artıq 3-cü ilə gedir və özündə saxlaya bilibsə, deməli bu sahə çox maraqlı bir sahədir. Dediyim kimi 2018-2019-cu illərdə ilk dəfə kripto ilə tanışlığım olub. O da necə oldu? Bir yoldaş var idi, onunla eyni bir işi bölüşürdük və bir həmişə gedirdim, söhbət edirdik. Söhbət əsnasında pastayanla bu oyun oynuyorduk telefonda. Oyun da nə oyunu idi? Bəlkə bir çoxları xatırlayır, bir çoxlarımız da oynamışıq. Qırmızı top oyunu var idi. Adı pinkbol idi, nə idi? Mən də tam xatırlamıram. Və qalxırdın, nə bilim, gülün üstünə hoppanırdın, xalları yığırdın, tikana dəyəndə partlayırdı. Eləncə bir oyun fikirləşin, ancaq tam olaraq elə bir oyun deyildi. Top belə gedirdi, yəni sağa sola dönürdü, şarkın içindən hoppanırdı və s. belə axır. Yəni bu kimi bir oyun fikirləşin. Mən də gedirəm, görürəm bir dəfə bu oyunu oynayır, 2 dəfə, 3 dəfə. Dördüncü gün mənə maraq oldu ki, bu nədir sən bu oynayırsan? Yəni burada o dayılar gəlib soruşdu. Bala, sənin bundan bir qazancın varmı? Dedi, bəs bunu oynayırsan və əvəzində sənə unutmuşam hansısa bir oyun proyekti idi həmin o şey. Sadəcə Telegram üzərində deyildi. App üzərində idi, aplikasiya üzərində idi. Onu sən girirdin Play Marketdən, App Store-dan yükləyirdin və oynayırdın. Sonra cüzdanı bağlayırdın ora, gələn tokenlər cüzdanlıq edirdi, sonra onu satıb pula döndərirdin. Belə bir oyun idi və bu pastayanla oynayırdı. Məsələn, mən də bu marağa gəldim, başladım oynamağa. Sonra elə oldu, nə, mənim başım qarışdı, elədi və s. belə axır. Və elə oldu ki, mən hardasa sizə deyim, 2022-də falan demək olar ki, sıfırlanmışdım, heç bir şeyim yox idi. Maksimum mənim maddi vəziyyətimin götürəcəyi şey gündəlik bir paçka siqaret idi ki, ən ucuzundan alırdım və çəkirdim. Yəni ondan başqa heç bir şey yox idi. Ondan başqa heç bir məşğuliyyət yox idi. Yəni 2022-23 dönəmi demək olar ki, heç bir işlə məşğul olmadım. Sadəcə əvvəldə belə deyim, əvvəlki işim 2022-də uğursuzluq oldu. Necə bankrot oldu. Və 22-23 periodunda bir növ özümə gəlməyə çalışırdım. Bir növ psixologiyamı düzəltməyə çalışırdım. Ona görə heç bir işlə məşğul deyildim. Amma 2023-ün ortası deyək, 23-ün axırı deyək, mən yenidən kripto ilə tanış oldum. Bu dəfə başqa adamın sayəsində, bu dəfə başqa yerdə, bu dəfə başqa cür. O, bu mövzunun hekayəsi deyil, amma əminəm ki, o hekayəni də inşallah bir gün bu kanalda sizlərlə paylaşaram. Və o gündən bu günə həyat tərzimə çevirmişəm. Mən kriptoya nə qatmışam, bunu deyənmərəm, amma əmin ola bilərəm ki, və əminəm ki, kripto mənə həqiqətən çox şeylər qatıb. Kripto ilə məşğul olmaq həqiqətən insanın həyat tərzinə də müsbət bir təsir göstərir. Əgər mənfi həyat sürəsizsə, bunun əvvəl-axırı liquidation olacaq. Yəni siz bütün pulunuzu itirəsiniz və yaxud da ki, aşırı olaraq həzlərə qaçasınız. Hansı həzlər ki, dünyəvi və belə deyim də, adi insanın istəyəcəyi həzlər deyil. Hansı həzlər ki, müəyyən maddələrdə, müəyyən içkilərdə tapasınız o həzləri və o həzlər, yəni birbaşa, biri var ki, birjadakı balansın likvidasiya olsun, yəni sıfırlanasan. Bir də var ki, həyatın likvidasiya olsun. Yəni həyatdan sönəsən, depressiyaya düşəsən, yəni həmin anda keçirən, yəni hamı həyatında bir dəfə keçirib, nələr keçirir, özünüz bilirsiniz. Ona görə kripto ilə məşğul oluruqsa əgər, məncə 4 şeyə riayət eləməliyik. Birinci, sağlam həyat tərzidir. Yəni idman. İdmansız bu iş o deyil. İdman, necə deyirlər, sağlam beyində sağlam ruh olar. Məcbur deyil ki, gedəsən, 150 kiloluq ştanqı qaldırasan. Yəni gündəlik qaç, gündəlik hərəkət elə, fitness salona get və yaxud hansısa bir döyüş sənətinə get, marağı nəyədirsə artıq o sənə qalır. Psixologiya. Psixologiya əslində hər bir işdə lazım olan bir aspektdir, hər bir işdə. Ancaq bu işdə bilavasitə vacibdir. Çünki əgər trade eləyirsənsə, bir növ fikirləş ki, sən bir başsan, amma birja 15 dənə başdır. Yəni hansı daha ağıllı olar? Təbii ki, birja. Ona görə psixologiya yerində olmalıdır. Risk analizidir və s. və ilaxır və s. Amma bunların hamısı gəlir məğzdə psixologiyaya toxunur. Digəri səbirdir, səbir. Hansı ki, məni holdçular başa düşəcək. Hansı ki, tarix boyu ən böyük qazancı elə hold eləyənlər götürüblər. Təbii ki, güclü treyderlər də var, güclü qazanan treyderlər də var. Sadəcə, belə deyim də, sayı olaraq və sayı üstünlüyü olaraq ən çox qazancı holdçular qazanırlar.
digərində intisam deyərdi. Hər şeyi yaz, hər şeyi qeyd elə, hər şeyi planlı şəkildə götür qoy elə. Bu 4 qaydaya əməl elə və zamanla görərsən ki, bu işdə necə də uğurlusan. Kripto mənə görə bir sözün həqiqi və əsl mənasında bir cəngəllik. Yəni ki, Qubanın hansısa meşəsini nəzərdə tutmuram. Bu sözün əsl mənasında Amazonun tropik meşələrindən bir fərqi yoxdur. Bu cəngəllikdə insanın enerjisi demək olar ki, sıfıra bərabərdir. Siz o enerjidə Amazonda çətin hərəkət edəsiniz. Nəinki siz, mən, adi insan. Onun üçün bir neçə yolu var. Onun üçün ya gərək özünüzün bir xəritəsi olmalıdır. Ya getməlisiniz, hansısa bir yırtıcı ilə, hansısa bir krokodil ilə qarşılaşmalısınız. Ya da ki, sizi ora aparan tur rəhbəri bildirməlidir ki, məsələn, burada filan təhlükə var, orada filan təhlükə var və yaxud da ki, əlimizdə bu silah var, krokodil görəndə bununla vuracağıq, nə bilim, begemot görəndə bununla vuracağıq. Yəni, iki yol var. Ya bir yol göstərən insanla bu yolu getməlisiniz, ya da özünüz tək başına bu yolu getməlisiniz. Yol göstərən insan da indi təbii ki, bir çoxunun ağlına kurs almaq, kurs satmaq, bəziləri hətta deyə bilər ki, sən bura kurs satmaq üçün gəlirsən və s. və ilaxır. Hal-hazırda mənim elə bir fikrim yoxdur. Mənim yeganə fikrim həqiqətən səmimi bir ortam yaratmaqdır. Həqiqətən bu işi mənim təfəkkürdə fikirləşən insanlarla bir kiçik bir ailə, kiçik bir cəmiyyət qurmaqdır. Harda ki, söhbət eləyəcəyik, fikirlərimizi bölüşəcəyik, bir-birimizə iradlarımızı, təkliflərimizi, tənqidlərimizi bildirəcəyik. Ancaq ki, kurs almaq məsələsinə gələndə, əgər ki, sizin alacağınız kurs hansısa bir dünya səviyyəli traderin keçdiyi kursdursa, siz bunu ala bilərsiniz. Yəni, istənilən bir seçimdə zaten azadsınız. Həmin seçim sizdən asılıdır. Siz onu alasınız, baxarsınız, xoşunuza gələcək ya gəlməyəcək. Azərbaycanda da var yetərincə kurs keçən insanlar. Açıqda bir çoxunu tanıyıram, bir çoxunu tanımıram. Mən özüm şəxsən heç bir trade kursuna ödəniş edib almamışım. Ancaq yəni almaq pis bir şey deyil. Bu bir müəllimdir və həmin insana siz pul ödəyirsiniz ki, illər ərzində qazandığı bilikləri sizlərə bölüşsün və həmin biliklər sayəsində siz də bir uğur qazanasınız. Ümumi olaraq nəyi nəzərdə tuturam? Əgər ki, hansısa bir, yəni belə deyim, seçim eləmişsinizsə müəllim, hansısa bir müəllimin kursunu almağı, onda mütləq ki, həmin insanın ilk öncə uğurlarına baxın, həmin insanın ilk öncə açdığı pozisiyalara baxın, həmin insanın həyat tərzinə baxın, həmin insanın yaşam tərzinə baxın. Bu yaşam və həyat tərzləri həqiqətən çox mənə görə həssas bir nöqtələrdir. İnsan ola bilər ki, çox ağıllı ola bilər, ultra ağıllı ola bilər, ancaq ki, mənim istədiyim həyat tərzində deyilsə, yəni mən ondan heç bir kursu ödəniş və yaxud ödənişsiz olaraq almaram. Çünki bilmirəm kimin sözdür, açığı çox maraqlı bir sözdür. Deyir, həyatını yaşamaq istəmədiyiniz insanlara qulaq asmayın. Bu həqiqətən çox doğru bir fikirdir. İlk öncə baxırsan həmin insana və həmin insanın fikirlərinə, həmin insanın həyat tərzinə, yaşamına və daha sonra artıq sən bu seçimi verirsən. Şəxsən bu məndə bu cürdür. Məndə ilk öncə insanın yaşamı, insanın danışığı, insanın nə düşündüyüdür. Ola bilər ki, insanın savadı az ola bilər, ola bilər ki, insanın biliyi az ola bilər. Ancaq insanın dünya görüşü olanda, insanın bir vizyonu, bir baxış açısı olanda əmin olun ki, və buna %100 əminəm ki, o həmin biliklərə yetərincə nail olacaq, yetərincə qazanacaq həmin bilikləri. Vizyon nədir? Vizyon, bax budur, bu şəhərdir vizyon. Bir zamanlar bu şəhər də kiminsə xəyalı olub, arxadakı o bina və yaxud o bina, indi amma reallıq. Bəlkə də o insan hansısa bir MTK-nın rəhbəridir və həmin insan çobandır. Nə olsun, bizim babamız da çobandır. Amma hal-hazırda o həmin o arxada gördüyünüz binaları tikir. Ümumi olaraq vizyon çox böyük bir şeydir. Yəni bu aspektdən deyirəm ki, mənim fikrimə görə yaxşı mütəxəssisdən daha çox həmin insanın baxdığı, düşündüyü, yediyi və olduğu və olmaq istədiyi şeylərdir. Yəni mən çox istərdim ki, bunları nəyə görə bölüşürəm, onu da mənə sual verə bilərsiniz. Mən ona görə bölüşürəm ki, həqiqətən mən bu işə təzə başlayanda çox istərdim ki,
mənim kimi bir insan və yaxud mənim kimi yox, sizin kimi bir insan, Əli, Həsən, Vəli, hər kimsə öz fikirlərini bu şəkildə açıq ifadə eləsin, bu şəkildə danışsın. Mən Azərbaycanda bunu görmürəm hələ ki. Azərbaycanda yetərincə danışan, yetərincə bilikli, yetərincə vizyonu olan insanlar var bu işdə. Sadəcə eyni yaşamda, eyni durumda və eyni situasiyada olmadığımıza görə onların danışdıqları doğrudur. Okay? Amma mənim reallığımla və mənim hal-hazırki gerçəkliyimlə üst-üstə düşmədiyinə görə bu da birbaşa paradoks təşkil edir. Mən hamınızın bildiyi 99% insanla eyni həyat tərzini sürən, 99% insanla eyni yeməkləri yeyən bir Azərbaycan vətəndaşıyım. Hamımız səhər dururuq, mağazinə düşürük, su alırıq, yemək yeyirik və s. və ilə. Ona görə istəyərdim ki, yəni bu istəmək heyfslənmək mənasında deyil əslində, nə mənada istəyərdim? Yəni ki, belə bir şeylərin olması daha maraqlı olardı, daha belə deyim də, 1 illik, 2 illik periyodunda daha çox təcrübələr qazanardım. Və yeni başlayırsınızsa bu işə mütləq və mütləq ki, mən sizə bir dost, bir yoldaş kimi deyərdim. X köhnə Twitter platformasından istifadə edin. İndiki X platforması. Yəni vaxtilə Elon Musk bu X platformasına yəni milyardlarla pul verib elə-belə almadı. Burada bir çox yerlər var. Yəni belə deyim də, zaten sosial şəbəkə elədir ki, alqoritması siz nəyə baxırsınızsa ona uyğun yönləndirir. Və bütün kripto cəmiyyəti hal-hazırda X-dədir. X-də və Reddit-dədir. Reddit və X bunlar daha çox xarici yönümlü bir platformalardır. Yəni Instagramdır, TikTokdur, bu kimi platformalarda siz sadəcə əyləncəli videolara baxa bilərsiniz və ya ola bilər hansısa bir maraqlı bir dərsə də baxa bilərsiniz, hansısa bir kriptodan danışan insana da baxa bilərsiniz. O var, həmin yerlərdə də var, Instagramda da var, TikTokda da var. Amma yəni bunların əsas məğzi, əsas toplaşdığı nöqtə X platforması. Yəni bir insan ki, dünyanın ən nəhəng ölkələrindən biri olan Amerikanın prezidentidir. Yəni bu insan özünə bir meme token çıxartdı və bunu öz sosial şəbəkəsində paylaşdı. Bu da yetmədi, öz xanımının adına belə çıxartdı, onu da paylaşdı. Nəinki o, yəni Ronaldinho olsun və s. və ilə. X platforması çox əsasdır bu işdə. Və həmin bu Azərbaycanda deyirəm, işi öz aləmlərində 2 vur, 2 bilib, cəmaata wow, biz necə möhtəşəmik vibe yayan insanlar həmin X-də də doludur. Yəni xaricilərdə də doludur. Zaten mənə görə insan hər yanda insandır. Azərbaycanda da, Miami'də də. Və bu X sosial platforması da 2 yerə bölünür. Və hara gedirsiniz, hara gedək, nə işlə məşğul oluruq, olaq, kimə salam veririk, verək. Bunların 90%-i scammer olacaq. Scammer yəni dələduz olacaqlar. Dələduz necə? Məsələn, X-də götürür platformasında paylaşım eləyir, tokeni aldırır, sonra yuxarıdan özü satır və bir növ rug pull eləyir, çıxır proyektə. Yəni bu kimi insanlarla doludur. Hətta X-də belə üzünü göstərən çox nadir insanlar var. Yəni bu üz göstərmək niyə bu qədər əsas bir şeydir mənə görə? Yəni onun məğzini mən sizə deyim. Çünki birinci biz insanı nəyə görə tanıyırıq? Biz üzünə görə tanıyırıq. Üzünə görə onun adını yadında saxlayırıq. Adını yadımızda saxladığımıza görə daha sonra onun nə bilim nə geyindiyi, nə xoşladığı və s. və ilaxır. Sonra bu kimi şeylər bizim düşüncələrimizdə yer alır. Və dediyim kimi, X-da da mənə görə 90% kripto, influencer, scammerdir. Yerdə qalır 10%, 10%-in də 4%, 5%-i öz simasını göstərən insanlar da yox. Mən yəni digər işləri bilmirəm, amma bu işdə yəni kim ki üzünü göstərmir, kim ki simasını göstərmir, kim ki hansısa bir nə bilim NFT-sini qoyub profil şəklinə, kim ki nə bilim bir postlarda ayağını çəkir paylaşır. Yəni mən həmin insanlardan uzaq dururam. Yəni düz açığı həmin insanları izləyirəm, həmin insanların yazdığı tweetlərə baxıram. Ancaq yəni ki yatırım olaraq onların dediyi heç bir şeyə yatırım eləmirəm. Kripto və gələcək. Ağlıma bu mövzu düşmüşkən gəlin bunu da danışaq. Fikirlərimizi bölüşək görək kimlə fikirləşir bu haqda. İnsan hər zaman gələcəyə meyilli olur. Hər bir zaman. Hətta el arasında deyirlər, fala inanma, amma faldan da qalma. Fala niyə? Çünki fal gələcəyi göstərir. Amma nə gələcək var, nə keçmiş var. Hər şey indidədir.
İndi də yalnız keçmişi və gələcəyi formalaşdıran, indi də yalnız bizim ən yeni versiyamızı inşa edən hər şey indidədir. Kriptonun amma gələcəyini danışa bilərik. Niyə? Çünki indisini yaşayırıq deyə. Mənə görə maraqlı olacaq. Maraqlı olduğu qədər də bir o qədər də mənə görə doğum sancısı qədər acılı periodlardan keçib və gələcək etapda da mənə görə bir çox etaplardan keçəcək. Qısa olaraq belə deyim də, hal-hazırda 3.5, 4, nə bilim, Bitcoin 125 min olanda 4.2 trilyon falan idi, səhv eləmirəmsə. Ümumi yuvarlaq olaraq 4 trilyon götürək də. Yəni bu 4 trilyon çox kiçik bir, belə deyim, bazar dəyəridir. Adi məsəl üçün S&P 500 götürək, yəni 50-60 trilyondur, nədir? Nasdaqı götürək, məsəl üçün 25-30 trilyondur. Yəni siz bir dənə bunları fikirləşin də. Yəni adi qoyuruq Nasdaq, S&P 500 qoymuruq. O Nasdaq 25-30 trilyon. Bitcoin nədir? Kripto isə cəmi 4 trilyon. Yəni hətta indiki yerdən belə minimum mənə görə 7 qat, 8 qat, 10 qat gedəcəyi var. Minimumu deyirəm. Təbii ki, bunların heç biri yatırım tövsiyəsi deyil. Demirəm, gedin, nə bilim, Bitcoin alın, gedin, nə bilim, Ethereum alın, Solana alın, Solana alın, nə bilim, kiminsə tokenini alın, kiminsə coinini alın. Bunları demirəm. Təbii ki, mən X-də istifadə edirəm. X-də hansısa bir cəmiyyət haqqında öz fikirlərimi bölüşürəm, cəmiyyət haqqında düşüncələrimi bölüşürəm. Həmin cəmiyyətlə bir yerdə hərəkət edirik. Hansı cəmiyyətdir, nədir, nə deyil? Maraqlı olsa yazarsınız, onlar haqqında da danışaram. Belə yəni. Yavaş-yavaş yekunlaşdıraq. Həqiqətən fikirlərimi bölüşməsi, mənim danışmağım çox maraqlı oldu. Bir növ meditasiya kimi oldu həqiqətən. Yəni danışmağı sevən insanam. Ancaq müəyyən bir mövzu ətrafında, müəyyən bir məğz ətrafında danışmaq daha gözəldir və onu sevirəm. Son olaraq nəyi demək istəyirəm? Seçimi özünüz edin. Bu həyat sizin. Səhv də eləsəz, düz də eləsəz, əyri də eləsəz, nə bilim, kərə-kötür də eləsəz, özünüz edin. Təbii ki, ola bilər bəzən səhv etdiyiniz bir seçim sizə gələcəkdə əzab verə bilər. Amma onu da bilin ki, o əzabı ən azından öz etdiyiniz seçimə görə yaşamısınız. Və bir də onu bilin ki, o əzabı siz əgər o əzab sizə yetərincə acı verirsə, bir də o seçimi eləməyəsiniz. Bəlkə də ola bilər bu fikrim kiməsə görə egoist bir düşüncə gələ bilər, nə bilim, müasir psixoloqların dediyi kimi narsist düşüncə kimi gələ bilər, ancaq o belə deyil. Mən buna əminəm ki, belə deyil. Özünüz seçim edin, özünüz fikirləşin. Bu həyat sizindir. Acıları ilə, şirinləri ilə, duzlu, istiyotlu, hər nə olur olsun. Onu siz özünüz pişirirsiniz. Heç bir zaman çayın, dənizin və gölün dərinliyini iki ayağınızla ölçməyin. Çünki hər iki halda üzməyi öyrənəsiniz. Bəlkə ola bilər iki ayaqla ölçəndə boğula da bilərsiniz. Onu mən deyə bilmərəm. Yalnız özünüz deyə bilərsiniz. Ancaq iki ayaqla dərinliyi ölçsəniz belə, üzməyi öyrənməniz çox sancılı olacaq. Öncə birinci belə çəçələ barmağınızı suya toxundurun, görün. Su soyuqdur, istidir, necədir. Sonra götürün, balığa gedəndə biz götürüb bir dənə daş atırdıq belə ki, görək nə qədər dərindir falan. Götürün bir dənə daş atın belə görün, nə qədər dərindir bu. Ondan sonra artıq yavaş-yavaş girin, yavaş-yavaş üzməyə başlayın. Belə. Minnətdaram qulaq asdığınıza görə. Nə fikirləriniz olsa, nə suallarınız olsa, nə tənqidləriniz olsa, hamısını yazın. Hamısını bircə-bircə oxuyacam. Bundan şübhə eləməyin. Özünüzdən müğayət olun. Allah'a əmanət olun.